Salam hörmətli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bizim bugünkü mövzumuz təsərrüfatın sahəvi və ərazi təşkili, həmçinin təsərrüfatın yerləşməsi prinsipləri ilə bağlı olacaqdır. İlk öncə gəlin biz sizinlə təsərrüfat anlayışı ilə tanış olaq, görək təsərrüfat nədir? Təsərrüfat insanların öz istək və tələbatlarını ödəmək üçün müxtəlif sahələrdə çalışması və fəaliyyət göstərməsi prosesidir. Yəni biz təsərrüfat dedikdə, həmçinin kənd təsərrüfatını, həmçinin bütün sənaye sahələrin birlikdə adlandırırıq təsərrüfat. İnsan fəaliyyətinin ən əsas formalarından biri olub, cəmiyyətin maddi və mənəvi bazasını formalaşdırır və müasir dövrdə təsərrüfat həm yerli, həm regional, həm də qlobal xarakter daşıyır. Yəni, hər bir ölkənin özünün yerli təsərrüfatı, həm regional təsərrüfat, həm də dünyada bir-biri ilə əlaqəli mürəkkəb bir təsərrüfat sistemi mövcuddur. Deməli, biz təsərrüfatın iqtisadi inkişaf mərhələlərinə baxsaq, yəni ilk öncə ən qədim dövrlərdə əsas iqtisadiyyatda aqrar mərhələ özünü göstərirdi. Yəni ölkələrin iqtisadiyyatında əsas kənd təsərrüfatı, torpaq və təbii resurslardan birbaşa asılılıq üstün idi. Hələ bu aqrar mərhələ dünyanın kasıb geridə qalmış ölkələri üçün yenə də keçərlidir ki, onların iqtisadiyyatı hələ də aqrar mərhələdə qalmaqdadır. Yəni, məsələn, Mərkəzi Afrika ölkələri və yaxud da Asiyanın Banqladeş və yaxud da Əfqanistan kimi kasıb ölkələrində hələ də təsərrüfat aqrar mərhələdə qalmalıdır. Yəni, ölkədə monokultur təsərrüfatdır. Monokultur. Yəni ki, ölkə hər hansı bir yalnız kənd təsərrüfatından asılıdır. Yəni, bu aqrar sahədir, amma inkişaf etmiş ölkələr və yaxud da inkişafı normal olan ölkələr bu prosesi uzun bir müddət öncə adlayıblar, artıq digər mərhələlərə keçid ediblər. İkinci mərhələ sənaye mərhələsidir. Yəni, burada zavodlar, fabriklər, maşınlaşma və kütləvi istehsal ön plana çəkilməsidir və sənaye dövrünü, yəni Avropa artıq 18-ci əsrdə, belə deyib, 18-19-cu əsrlərdə başa vurub. Amma indi hal-hazırda yeni sənaye ölkələrində tutaq ki, sənaye mərhələsindədir, yəni sənaye daha yaxşı inkişaf edir. Üçüncü mərhələ isə post sənaye mərhələsidir. Yəni ki, xidmət, elm, yüksək texnologiyaların üstün inkişaf etdiyi müasir dövrdür ki, yadda saxlayaq ki, bu da inkişaf etmiş ölkələrdə artıq post sənaye dövrüdür. Yəni, inkişaf etməkdə olan ölkələrin əksəriyyətində aqrar və sənaye, amma inkişaf etmiş ölkələrin demək olar ki, əksəriyyətində post sənaye dövrüdür. Yəni, bu ölkələrdə əhalinin çox hissəsi xidmət, elm, texnologiya sahəsində çalışırlar. Biz təqribi baxsaq, baxın, gəlin belə götürək. İnkişaf etmiş ölkələrdə əhalinin böyük hissəsi çalışır xidmət sektorunda, xidmət. Digər hissəsi çalışır sənaye, ən az hissəsi isə çalışır kənd təsərrüfatı və hasilat sektorunda. Amma inkişaf etməkdə olan ölkələrin biz diaqramına fikir versək, inkişaf etməkdə olan ölkələrin isə əksəriyyəti çalışır hasilat və kənd təsərrüfatında, bir hissəsi çalışır sənayedə, kiçik bir hissəsi isə xidmət sektorunda çalışır. Yəni, gördüyümüz kimi, inkişaf etmiş ölkələrin, inkişaf etməkdə olan ölkələrin, əhalinin, belə deyək, məşğulluğuna biz diqqət yetirsək və yaxud da hansı sahələrin daha yaxşı inkişaf etdiyinə diqqət yetirsək, biz aradakı fərqi aydın formada görə bilərik. Və qeyd etdiyimiz kimi, təsərrüfat sahələri hamısı bir-biri ilə əlaqəlidir və təsərrüfatın 4 əsas sektoru ayrılmaqdadır. Biz ilk öncə birinci sektordan danışsaq, yadda saxlayaq ki, birinci sektor əsasən kənd təsərrüfatı və hasilat sənayesi ilə bağlıdır. Yəni ki, hasilat sənayesi, faydalı qazıntıların çıxarılması, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq və s. Yadda saxlayaq ki, bunlar birinci sektora aiddir. Birinci sektorda sadəcə olaraq təbiətdə olan hazır məhsulların, məsələn, neftin, qazın, daş kömürün və yaxud da digər bir yeraltı sərvətlərin mənimsənilməsi, həmçinin kənd təsərrüfatından istifadədir və meşə təsərrüfatından, meşə sənayesindən, balıqçılıqdan istifadə edilməyindən söhbət gedir. Və az inkişaf etmiş ölkələrinin ümumi daxili məhsulunda, məşğulluğunda bu sektor böyük pay almalıdır. Yəni, birinci sektor daha çox hansı ölkələrdədir? Yadda saxlayaq ki, az inkişaf etmiş və inkişaf səviyyəsi aşağı olan, ümumi daxili məhsulu aşağı olan ölkələrdə əsasən birinci sektor, yəni hasilat və kənd təsərrüfatı sektoru daha yüksək formada inkişaf etmişdir. İkinci sektora biz keçid etsək, ikinci sektor, birinci sektorda əldə olunan xam malın emalı və hazır məhsula keçirilməsidir. Məsələn, biz dedik neft, düzdürmü? Neft bir hazır, daha doğrusu xam maldır. Yəni, neftin çıxarılması birinci sektora aiddir. Lakin neftdən məsələn biz benzin, sütçü yağları və yaxud da digər bir məhsullar alırıq. Bu hansı proses nəticəsində baş verir? Emal.
və yaxud da ağacı biz müəyyən bir emal proseslərindən keçirdib tutaq ki, mebel hazırlayırıq. Düzdürmü? Artıq mebel oldu, hazır məhsul. Yəni bu emal prosesindən keçərək baş verdi. Yəni yadda saxlayaq ki, ikinci sektor təbii sərvətlərin emal edilməsi və onların hazır məhsula keçirilməsi prosesidir. Yəni biz bura nələri aid edə bilərik? Qarşıdakı dərslərdə daha ətraflı öyrənəcəyik. Məsələn, biz bura aid edə bilərik yanacaq energetika sənayesini, metallurgiya sənayesini, maşınqayırma, kimya sənayesini, meşə kimya sənayesini, yüngül, yeyinti sənayelerini biz aid edə bilərik ki, bunlar hər biri emal sektoruna, yəni ikinci sektora aiddir. Və əsasən yeni sənaye ölkələrində bu sektor daha yaxşı inkişaf etmişdir. Həmçinin inkişaf etmiş ölkələrdə də emal sektoru, yəni hasilat sektoruna baxanda müqayisədə emal sektoru daha yüksək səviyyədə inkişaf etmişdir. Biz üçüncü sektora baxsaq, üçüncü sektor qeyri-maddi istehsal sahəsi ilə bağlıdır. Yəni maddi nemət istehsal etməyən, lakin əhaliyə və istehsala müxtəlif növ xidmətlər göstərən sahələrdir. Məsələn, biz bura aid edə bilərik turizm sektorunu. Məsələn, turizmdə hər hansı bir məhsul istehsal olunmur. Sadəcə insanların istirahətinin təşkil edilməsidir. Və yaxud da səhiyyə, təhsil, ticarət, nəqliyyat, maliyyə kredit xidmətləri, idman, incəsənət və s. Yəni hər hansı bir maddi istehsal sahəsi deyilsə, qeyri-maddi istehsal sahələri yadda saxlayaq ki, üçüncü sektora aid ediləcəkdir. Və inkişaf etmiş ölkələrin əsas əhalisi yadda saxlayaq ki, üçüncü sektor sahəsində çalışır. Yəni xidmət sektorunda daha çox çalışırlar. Dördüncü sektora keçid etsək, yadda saxlayaq ki, informasiya texnologiyaları, elmi araşdırma və idarə etmə sahələrini əhatə edir. Bura əlbəttə ki, biz nəyə əlavə aid edə bilərik? Məlumatların yığılması, təhlili, proqram təminatlarının hazırlanması, informasiya əsasında strateji idarə etmə sistemləri. Yəni bu artıq müasir dövrün ən yeni, ən müasir bir sektorudur və yenə dördüncü sektorda daha çox inkişaf etmiş ölkələr üçün xarakterikdir. Yəni inkişaf etmiş ölkələrdə əhalinin müəyyən bir hissəsi dördüncü sektorda daha çox çalışır, amma inkişaf etməkdə olan ölkələrdə isə bu sektor daha zəif inkişaf etmişdir. Yadda saxlayaq ki, biz istehsal prosesini iki hissəyə bölə bilərik. Biri var maddi istehsal sahələri, biri isə var qeyri-maddi istehsal sahələri. Maddi istehsal sahələri hər hansı bir maddi məhsul istehsal edən sahələrdir. Məsələn, bura biz emal sektorunu tutaq ki, aid edə bilərik. Metallurgiya, maşınqayırma, tikinti, kənd təsərrüfatı, sənaye, yük nəqliyyatı, maddi texniki təchizat. Bunlar hər biri yadda saxlayaq ki, maddi istehsal sahəsinə aiddir. Yəni hər hansı bir maddi nemət varsa, bu maddi istehsal sahəsidir. Maddi istehsal sahəsi özü də iki qrupa bölünür. Biri var A qrupu, biri də var B qrupu. A qrupu istehsal vasitələri istehsal edən sahələrdir. Yəni daha ağır sahələrdir. Zavod, fabriklər üçün maşın, dəzgah, avadanlıq, yanacaq, xammal hazırlayan sahələr. Yəni biz bura aid edə bilərik metallurgiya sənayesini, maşınqayırma sənayesini, kimya sənayesini, energetika sənayesini və s. Yəni daha ağır sahələr yadda saxlayaq ki, A qrupuna aiddir. Bir də var B qrupu. B qrupu isə əsasən istehlak malları istehsal edən, yəni insanların birbaşa gündəlik tələbatını ödəyən məhsullar istehsal edir. Təbii ki, biz bura nəyə aid edə bilərik? Yüngül sənaye və yeyinti sənayesini. Yəni yüngül sənaye dedikdə biz bura yəni insanların geyimini, ayaqqabısını, toxuculuq məhsullarını əhatə edən sahələri aid edə bilərik. Qida sənayesi də əlbəttə ki, adından da məlum olduğu kimi insanların gündəlik qidaya ehtiyacı var. Çörək bişirmə, şirniyyat və yaxud da digər məhsullar, bunlar hamısı qida sənayesinin məhsullarıdır və yadda saxlayaq ki, yüngül və yeyinti sənayesi maddi istehsalın B qrupuna, amma yerdə qalan digər ağır sahələr kimya, metallurgiya, energetika və s. digər sahələr aid olacaq A qrupuna. Qeyri-istehsal sahələrinə biz keçid edə bilərik. Qeyri-istehsal sahələrinə isə yadda saxlayaq ki, insanların mənəvi, intellektual, sosial tələbatlarını təmin edən sahələrdir. Bura biz aid edə bilərik səhiyyə, təhsil, elm, mədəniyyət, incəsənət, nəqliyyat, rabitə və s. Bunlar isə aiddir qeyri-maddi istehsala. Və burada biz bir məsələyə diqqət yetirməliyik ki, qeyri-maddi istehsal sahələri əsasən xidmət sektorudur və xidmət sektoru özü də 4 qrupa bölünür. Aiddir birincisi infrastruktur xidmətlər, yazıram bura infrastruktur xidmətlər. İkinci yaza bilərik fərdi xidmətlər. Üçüncü işgüzar xidmətlər. Dördüncü isə
sosial xidmətlər. Deməli, infrastruktur xidmətlər dedikdə istehsal prosesini tənzimləmək üçün göstərilən xidmətlərdir. Yəni biz bura nəyə aid edə bilərik? Aid edə bilərik rabitə, nəqliyyat, elektrik, yəni kommunal xidmətlər, qaz, təmir və s. Yadda saxla ki, bu xidmət növləri tətbiq edilmədən hər hansı bir maddi istehsal sahəsini inkişaf etdirmək mümkün deyil. Məsələn, biz hər hansı bir məhsul istehsal ediriksə, mümkün deyil ki, orada işıqdan, elektrikdən, nəqliyyatdan və yaxud da sudan, qazdan və yaxud da digər xidmət sektorlarından istifadə etməyik. Ona görə yadda saxlayaq ki, infrastruktur xidmətlər istehsal prosesini tənzimləyən xidmətlərdir. İkinci fərdi xidmətlərdən biz danışa bilərik. Fərdi xidmətlər əhalinin gündəlik tələbatını, fərdi tələbatlarını ödəyən xidmətlərdir. Məsələn, biz bura nəyə aid edə bilərik? İnsanların gündəlik əyləncə, istirahətə ehtiyacı var. Yəni, bu insanların öz fərdi xidmətləridir. Bərbərxana, dərzi, kimyəvi təmizləmə, gözəllik salonu, mühafizə xidməti və s. Yadda saxlayaq ki, bunlar aid olacaq fərdi xidmətə. Üçüncü gəlir işgüzar xidmətlər. İşgüzar xidmətlər isə istehsalçının təsərrüfat fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət edir. Yəni biz bura hər hansı bir tutaq ki, dövlət müəssisələrində gördüyümüz işlər və yaxud da bank xidmətləri, reklam, hüquq məsləhətxanası və s. Bunlar aid olacaq işgüzar xidmətlərə və ən nəhayət sonuncu sosial xidmətlər. Sosial xidmətlər isə vətəndaşların təhsil, səhiyyə, idman, mədəniyyət və s. sahələrini əhatə edən sosial sahələrdir. Bildiyiniz kimi, dünyada təsərrüfat sahələrinin xüsusiyyətinə görə biz ölkələrin inkişaf xüsusiyyətinə görə, yəni müəyyən ərazilərin, iqtisadi rayonların inkişaf xüsusiyyətlərinə görə ölkələri bir neçə ərazilərini iqtisadi rayonlara tiplərə bölürük. Demək, birinci, yüksək inkişaf etmiş regionlar var ki, yüksək inkişaf etmiş regionlara biz aid edə bilərik elm tutumlu və mütərəqqi sahələrin üstünlüyü. Yəni, bu, dünyanın ən inkişaf etmiş ərazilərinə, məsələn, biz aid edə bilərik ABŞ-da Kaliforniya, New York, həmçinin Paris, London, Almaniyanın cənubu, həmçinin biz aid edə bilərik bura, deməli, İtaliyanın şimalı, demək, bir daha qeyd edirəm, iqtisadi coğrafiya biz tiplərə baxsaq, birinci yüksək inkişaf etmiş regionlar gəlir. Yəni, burada elm tutumlu sahələr üstünlük təşkil edir. Əsasən, maşın qayırma sahələri və yaxud da digər elm tutumlu sahələri daha yaxşı inkişaf etmişdir. Bura biz aid edə bilərik ABŞ-ın Kaliforniya ştatını, New York ştatını, İtaliyanın şimalını, Paris, London və Almaniya Federativ Respublikasının cənub hissələri yüksək inkişaf etmiş rayonlara daxildir. İkinci biz danışa bilərik köhnə sənaye rayonları. Köhnə sənaye rayonları ilə əsasən ənənəvi sahələri özündə birləşdirir. Yəni, vaxtı ikən yaxşı inkişaf etsə də, indi tənəzzülə uğramış sahələrdir. Məsələn, biz bura metallurgiya və yaxud da kömür sənayesinə aid edə bilərik. Bəs bura hansı ərazilər aiddir? Aiddir bura Almaniyada Sarrur ərazisi, daha sonra İngiltərə ərazisi, Qara İngiltərə, Ural ətrafı ərazi, həmçinin Volqa boyu ərazi, həmçinin ABŞ-da Appalaç, yadda saxlayaq, ANC-da Appalaç ərazisi köhnə sənaye rayonlarına aid olacaqdır. Üçüncü biz danışa bilərik aqrar rayonlar. Yəni, aqrar rayonlar isə kənd təsərrüfatının üstün təşkil etdiyi sahələrdir, ərazilərdir. Bura biz yadda saxlayan aid edə bilərik İtaliyanın cənubunu, Fransanın qərbini və həmçinin İspaniyanın mərkəzini. Və yeni mənimsənilmiş ərazilər var ki, bu ərazilər ekstremal şəraitə malikdir, təbii şəraiti əlverişsiz olan ərazilərdir. Biz bunlara aid edə bilərik ABŞ-da Alyaska ərazisini, Alyaska ştatı, çünki bilirsiniz ki, qütbə yaxın ərazidir. Həmçinin Qrenlandiya ərazisini, Rusiyanın Sibir ərazisini, həmçinin Avstraliyanın səhraları. Avstraliyanın səhralıq əraziləri. Bu ərazilər ekstremal ərazilərdir və insanların yaşaması üçün çətin ərazilər hesab edilir. Və yadda saxlayaq ki, dünyada təsərrüfat sahələrinin var monosentrik təsərrüfat sahələri, yəni ki, tək mərkəzli. Bu, yadda saxlayaq ki, inkişaf etməkdə olan ölkələr üçün səciyyəvidir. Yəni, inkişaf etməkdə olan ölkələrdə monosentrik təsərrüfatdır. Burada
ölkədə yalnız bir təsərrüfat sahələri və yaxud da ölkənin yalnız bir mərkəzi hissəsi inkişaf edir. Yəni əsasən hansı hissələr inkişaf edir? Ya paytaxt şəhər, ya da liman şəhərlər inkişaf edir. Digər ərazilər isə inkişafdan geri qalır və təsərrüfat sahələri əsasən inkişaf paytaxtda və yaxud da dəniz limanlarında yerləşdirilir. Düzdür, inkişaf etmiş ölkələrdə də sənaye sahələri əsasən liman şəhərlərində yerləşdirilir. Bunun səbəbi onlar xam malı inkişaf etməkdə olan ölkələrdən alırlar deyə, əsasən daşınma xərcləri az olsun deyə sənaye sahələrini limanda yerləşdirirlər. Lakin buna baxmayaraq inkişaf etmiş ölkələrdə ölkənin digər şəhərlərində də bütün təsərrüfat sahələri inkişaf etmişdir. Amma inkişaf etməkdə olan ölkələrdə bir mərkəz inkişaf etdiysə biz buna deyirik monosentrik. Bir də var, yadda saxlayaq, polisentrik, yəni çox mərkəzli. Burada isə yadda saxlayaq ki, ölkənin demək olar ki, bütün əraziləri yüksək səviyyədə inkişaf edir və bütün regionlar, bütün ərazilərdə insanlar demək olar ki, bütün təsərrüfat sahələrinin mövcudluğuna şahidi olurlar. İndi isə biz sizinlə təsərrüfat sahələrinin yerləşdirilməsi prinsipinə baxaq. Biz bunun üçün ilk öncə maya anlayışı, satış qiyməti anlayışlarından tanış olmalıyıq. Yadda saxlayaq ki, məhsulun maya dəyəri, məsələn, hər hansı bir məhsulun hazırlanmasına, yəni hər hansı bir məhsulun yadda saxlayaq ki, istehsal edilməsi plus, yəni onun daşınma xərcləri. Daşınma xərcləri olur məhsulun maya dəyəri. Məsələn, deyək, bir telefon istehsal olunur, həmin telefonun hazırlanmasına və onun daşınmasına çəkilən xərclərə biz deyə biləcəyik məhsulun maya dəyəri. Bir də var məhsulun satış qiyməti. Satış qiyməti. Yadda saxlayaq ki, satış qiyməti isə məhsulun nizamlanmış qiymətlər sisteminə əsaslanır və bura biz nələri aid edə biləcəyik? Aid edə bilərik, tutaq ki, əlavə olaraq işçilərin əmək haqqı, vergilər, binanın kommunal xərcləri, işıq, istilik, rabitə xərcləri, həmçinin işçilərin sosial müdafiəsi, həmçinin sahibkarın qazancı, bunlar isə əmələ gətirir satış qiymətini. Tutaq ki, deyək, bir məhsulun hazırlanmasına maya dəyəri tutaq ki, 200 manatdır. Onun satış qiyməti isə əlbəttə ki, 200 yox, məsələn deyək, 400 manat olacaq. Niyə? Çünki əlavə orada sahibkarın qazancı olmalıdır, işçilərin əmək haqqı, vergilər, kommunal xərclər və s. Bunlar hamısı üzərinə gəldikdən sonra məhsulun satış qiyməti müəyyən olunur. İndi məhsulun maya dəyərinin aşağı olması üçün mütləq yerləşdirmə amillərinə biz diqqətlə baxmalıyıq. Məsələn, birincisi məhsulun yerləşdirilməsində xammal amili çox önəmli faktordur. Tutaq ki, biz əsas danışaq metallurgiya sənayesindən. Metallurgiya, xüsusən qara və ağır əlvan metallurgiyada yadda saxlayaq ki, bu sahələr yerləşdirilir xammala yaxın. Niyə? Tutaq ki, biz dəmir çıxardırıq. Əlbəttə ki, dəmir çıxarılan zaman o hər hansı bir suxurun tərkibində olur. Onun, belə deyək, dəmiri suxurla daşımaq daha çox nəqliyyat xərci ola bilər. Yəni, bu nəqliyyat xərcindən azad olmaq üçün metallurgiya sahələrini daha çox xammala yaxın yerləşdirirlər. Yəni, metalların saflaşdırması prosesi ki var, saflaşdırma. Yadda saxlayaq ki, saflaşdırma prosesi yerləşir hara meyl edir? Əlbəttə ki, xammala. Niyə görə xammala meyl edir? Çünki xammala ona görə meyl edir ki, daşınma xərcləri az başa gəlsin. Tutaq ki, biz hər hansı bir dəmiri suxurla birlikdə daşısaq uzaq məsafədə metallurgiya sahəsini yerləşdirsək, o zaman bizim nəqliyyat xərclərimiz çox böyük olar. Amma nəqliyyat xərclərini minimuma endirmək üçün yadda saxlayaq ki, məhsullar xammala daha yaxın yerləşdirilir. Yəni, həmin o müəssisələr daha doğrusu xammala meyl edir. Məsələn, biz bura qara metallurgiyanı, sement istehsalı, dağ mədən sənayesi yadda saxlayaq ki, xammala meyl edəcəkdir. İkincisi, biz istehsala təsir edən amillərə enerji amilini nümunə göstərə bilərik. Enerji amili, əlbəttə ki, tutaq ki, biz hər hansı bir təbii sərvətləri çıxartdıq, metalları çıxartdıq, onları saflaşdırdıq, amma onların əlbəttə ki, əridilməsi vacibdir. Yəni, onların yeni bir məhsul almaq üçün onların əridilməsi vacib. Tutaq ki, hər hansı bir məhsulların, metalların əridilməsi üçün yadda saxlayaq ki, çox enerji tələf var. Yəni, biz hər hansı bir metalları əridəndə mütləq o enerji amilini nəzərə almalıyıq. Çünki
belə deyək, o metalların əridilməsində çox böyük enerji ehtiyacı olur. Ona görə artıq metallar saflaşdırılandan sonra onların əridilməsi prosesi daha çox harda ucuz enerji mənbələri varsa, yəni harda böyük su elektrik stansiyaları, atom elektrik stansiyaları, istilik elektrik stansiyaları varsa, məhz həmin ərazilərdə əridilmə prosesinin metallurgiya sahələrini yerləşdirirlər ki, daha ucuz başa gəlsin. Məsələn, gəlin belə nümunə göstərək. Daşkəsində dəmir filizi çıxarılır, həmin ərazidə saflaşdırılır, lakin onun əridilməsi Gəncədə detal alüminium kompleksində həyata keçirilir. Üzr istəyirəm, daha doğrusu boksitin, alunitin çıxarılması daşkəsində olsa da, onun əridilib alüminium kompleksinin yaradılması üçün detal alüminium kompleksində daş əridilmə prosesi baş verir. Və yaxud da yenə də daşkəsində dəmir filizi çıxarılır, lakin Gəncədə və yaxud da Bakıda ucuz enerji mənbələri çox olduğu üçün, yəni onun əridilməsi və yeni məhsulların alması həmin ərazilərə meyl edir. Yəni bu enerji amilidir, yadda saxlayaq. Yadda saxlayaq, bir daha qeyd edirəm. Metalların əridilməsi əsasən meyl eləyəcək hara? Əlbəttə ki, ucuz enerji mənbələrinə. Daha sonra təsərrüfatın yerləşdirilməsinə təsir edən amillərə biz relyef amilini nümunə göstərə bilərik. Relyef amili dedikdə ərazinin geomorfoloji quruluşu, meylliliyi, hamarlığı, istehsal müəssisələrinin və infrastrukturun qurulmasında mühüm rol oynayır. Yadda saxlayaq ki, relyefin əlbəttə ki, dağlıq olması hər hansı bir məhsulların maya dəyərinin baha başa gəlməsinə səbəb ola bilər. Çünki həm daşıma xərcləri arta bilər, həmin təbii sərvətlərin çıxarılmasında çətinliklər yarana bilər, və digər amillər, yəni relyefin, tikinti xərclərinin kəskin şəkildə artması, relyefin dağlıq və yaxud da parçalanmış olması məhsulun maya dəyərinin dəyişməsinə təsir edir. Ona görə yadda saxlayaq ki, məhsulun maya dəyərinin formalaşmasında relyef amili də çox önəmlidir. Daha sonra biz nəqliyyat amili, çünki biz qeyd etdik ki, məhsulun maya dəyəri dedikdə onun hazırlanmasına və daşınmasına çəkilən xərclərdir. Ona görə də nəqliyyat amili də çox önəmli bir faktor. Biz bayaq da qeyd etdiyimiz kimi, məsələn, inkişaf etmiş ölkələr öz sənaye sahələrini daha çox liman şəhərlərində yerləşdirirlər. Niyə? Çünki onlar təbii sərvətləri inkişaf etməkdə olan ölkələrdən alırlar və liman şəhərlərində yerləşdirirlər ki, daşıma xərcləri az olsun. Həmçinin inkişaf etməkdə olan ölkələrdə öz təbii sərvətlərini satdığı üçün həmin o müəssisələri daha çox limanlarda meyl edirlər. Yəni, nə qədər daşıma xərcləri az olsa, o zaman məhsulun maya dəyəri daha aşağı başa gələ bilər. Daha sonra işçi qüvvəsi amili də çox önəmlidir. Xüsusən biz burada işçi qüvvəsi dedikdə həm ixtisaslı kadrlardan danışa bilərik. İxtisaslı kadrlar daha çox dəqiq maşın qayırmanı biz deyə bilərik. Baxın, yazıq bura dəqiq maşın qayırma. Dəqiq maşın qayırma. Yadda saxlayaq ki, dəqiq maşın qayırma meyl edəcək ixtisaslı kadra, ixtisaslı savadlı kadra. Yəni, belə deyək, tutaq ki, biz texnoparklar demişdik, orada elmi tədqiqat mərkəzləri var idi və böyük şirkətlər, əsasən dəqiq maşın qayırma sahəsində məşğul olan şirkətlər öz şirkətlərini həmin o elmi tədqiqat universitetlərinin ətrafında tikirdilər ki, orada ixtisaslı kadrlar daha çox olsun. Ona görə yadda saxlayaq ki, dəqiq maşın qayırma ixtisaslı kadrlara meyl edəcək. Həmçinin bəzi sahələr var ki, məsələn, toxuculuq və bu əsasən qadın əməyinə ehtiyac olur və ona görə də insanların daha çox olduğu yerlərdə yerləşdirilir. Və yaxud da digər əmək tutumlu sahələr, yadda saxlayaq, əmək tutumlu sahələr. Bunlar da daha çox meyl edəcək deməli işçi qüvvəsinə. İndi isə kənd təsərrüfatının yerləşdirilməsinə keçsək, kənd təsərrüfatı yadda saxlayaq ki, digər sahələrdən fərqli olaraq birbaşa təbii mühitdən və torpaqdan asılıdır. Onun yerləşdirilməsində bioloji qanuna uyğunluqlar və coğrafi zonaqlıq mühüm rol oynayır, yadda saxlayaq, və əsas məqsəd torpaq və iqlim potensialından maksimum səmərəli istifadə etməkdir. Yəni, kənd təsərrüfatının formalaşmasında da ən əsas amillərdən birincisi iqlimdir. Yəni, nə qədər istiliyin olması, rütubətin olması, bu əlbəttə ki, çox önəmli faktordur. Tutaq ki, qütb ətrafı ərazilərdə hava şəraiti çox soyuq olduğu üçün burada əkinçiliyin inkişafına şərait olmur və yaxud da
digər kənd təsərrüfatı sahələrinin inkişafına şərait olmur. Və yaxud da səhralıq ərazilər çox isti və quraq olduğu üçün burada da yəni kənd təsərrüfatı sahələrini yaxşı inkişaf etdirmək mümkün olmur. Ona görə kənd təsərrüfatının formalaşmasına birinci əsas amil iqlimdir. İkinci relyef, dağlıq və ya düzənlik olması. Yəni ərazi əgər dağlıqdırsa, orada əkinçiliyin inkişafına o qədər də şərait olmayacaq. Orada daha çox məsələn biz heyvandarlıq sahələrini inkişaf etdirə bilərik. Düzənlik ərazilərdə isə həm heyvandarlıq, həm də əkinçilik üçün şərait var. Ona görə də düzənlik ərazilərdə daha çox əkinçilik sahələri inkişaf etdirilir. Biz daha sonra torpağın münbitliyi, yəni torpaqda nə qədər humusun miqdarı çoxdursa, yəni torpaq qara, qəhvəyi, qonur, şabalıdır, bu kimi torpaqların məhsuldarlığı daha çox olur. Amma tərkibində humusun miqdarı olan boz torpaqlar, açıq şabalı torpaqlarda isə əlbəttə ki, məhsuldarlıq az olur. Ona görə də torpaq da kənd təsərrüfatının inkişafına təsir edən amildir. Daha sonra biz su ehtiyatlarından danışa bilərik. Əlbəttə ki, əsasən quraq ərazilərdə biz suvarma əkinçiliyinə önəm verməliyik. Yəni burada su olmalıdır ki, orada biz suvarma əkinçiliyi həyata keçirərək təsərrüfatı inkişaf etdirə bilək. Aqroiqlim ehtiyatlarına keçsək, kənd təsərrüfatı bitkilərinin normal böyüməsi və yetişməsi üçün zəruri olan iqlim şəraitinə biz aqroiqlim ehtiyatları deyirik. Aqroiqlim ehtiyatları dedikdə əsasən orta sutkalıq temperaturun 10 dərəcədən yuxarı olduğu günlərin deməli aktiv temperaturlarının cəmi nəzərdə tutulur. Yəni minimum aktiv temperaturların cəmi 1200 dərəcədən daha çox olmalıdır ki, illik. Əlbəttə ki, biz burada kənd təsərrüfatını inkişaf etdirmək mümkün olsun, əkinçiliyin inkişafına şərait yaransın. Həmçinin şaxtalı günlərin sayı, qarın yerdə qalma müddəti kimi amillər də aqroiqlim ehtiyatlarının əsas amilləridir. Əkinçilik sahələrdə qeyd etdiyimiz kimi həm dəmiyə əkinçiliyi, həm də suvarma əkinçiliyi ola bilər. Dəmiyə əkinçiliyi əsasən dağlıq ərazilərdə, həmçinin mülayim iqlim qurşağında həyata keçirilir. Burada artıq suvarma ehtiyac olmur və suvarma olmadan əkinçilik prosesi həyata keçirilirsə, biz buna dəmiyə əkinçiliyi deyəcəyik. Bir də suvarma əkinçiliyi var. Suvarma əkinçiliyi isə suni suvarma şəbəkələrinə əsaslanan sistemdir. Yəni ki, hər hansı bir kanallar, su anbarları yaradılaraq lazım olan suya ehtiyac olan ərazilərin suvarılması prosesinə biz suvarma əkinçiliyi deyəcəyik.